Hər kəsə salam. Bu videoda Complex Trade platformasından botu necə əldə etmək olar və quraşdırmaq və lisenziya necə verilməlidir, onun haqqında məlumat verəcəm. İlk öncə daxil olursunuz complextrade.io saytına. Daxil olduqdan sonra təbii ki, qeyddən keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra MetaTrader 4 platformasına daxil olursunuz. Funt, dollar, MBS scalping botunu görürsünüz hal-hazırda. Bunu məsəl üçün əldə etdikdən sonra bot gəlib düşəcək sizin My Systems bölməsinə. Gördüyünüz kimi botu kart vasitəsilə ödəniş etdikdən sonra artıq burada olacaq və botu birbaşa buradan yükləyə biləcəksiniz. Yəni Download knopkasına basaraq botu əldə edə biləcəksiniz təbii ki, gördüyünüz kimi. Sonraki etap gəlir sizin broker hesabı və özünüzə istənilən zaman lisenziya verə bilərsiniz və lisenziya nömrəsini dəyişə bilərsiniz. Misal üçün, botu yüklədiniz artıq öz kompüterinizə və broker platformasını açırsınız. MetaTrader 4 platformasını açırsınız. Gördüyünüz kimi yuxarıda ilk öncə siz auto tradingə aktiv eləməlisiniz. İlk növbədə bunu aktiv eləyirsiniz. Sonra daxil olursunuz Tools və bu ikisini aktiv etməlisiniz və bu bölməyə complextrade.net saytını, linkini daha doğrusu yerləşdirirsiniz ki, server aktiv olsun. Sonra daxil olursunuz File, Open Data Folder, Experts və əldə etdiyimiz botu açırıq, Expert və bu botu əlavə edirik bura, Expert papkasına. Sonra isə Expert bölməsinə daxil olub, refresh verməyə kifayət edir. Və açırıq funt, dollar cütlüyün M5. Botu qrafikin üzərinə gətirdik. Ayarlarda təbii ki, heç bir şey etməyə ehtiyac yoxdur. Sadəcə olaraq lot həcmini qoymanız, qaldıra bilərsiniz, yəni əgər istəsəniz. Belə avtomatik olaraq risk money management qoşuludur və 1%-dan trade edəcəkdir. Gördüyünüz kimi lisenziya aktiv deyilsə, yuxarıda gördüyünüz sizin MetaTrader hesabınız var. Yəni hesab nömrəniz var. 293 001 877. Daxil oluruq platformaya. Təbii ki, complextrade.io platformasına daxil oluruq. Gördüyünüz kimi lisenziya botu əldə etdikdən sonra lisenziya verilir, amma lisenziya hələ ki aktiv deyil gördüyünüz kimi. Və bura həminki hesab nömrəsini daxil edirik. 293 001 93 001 877. Bəli, gördüyünüz kimi artıq biz lisenziya verdik. Yəni istənilən zamanda belə deyək, account nömrəsini dəyişmək olar. Yəni lisenziyanı, yəni bu bot yalnız və yalnız bu hesabda işləyəcək və sabahsı gün başqa brokerə keçsəz, təbii ki, yəni bu accountu dəyişə bilərsiniz. Daxil oluruq terminala. Yenidən OK basırıq və gördüyünüz kimi lisenziya aktiv oldu. Və bu şəkildə istənilən hesab nömrəsinə, yəni ömürlük özünüzə lisenziya verə bilərsiniz. Yəni hansı brokeri keçid elədiniz və yaxud da ki, yeni account açdınız, ona uyğun lisenziya verə bilərsiniz. Təşəkkür edirəm.